Başlayaq. Rekord gedir. Sual nömrə 13. Burada biz istədik ki suallar çox çətin olmasın. Ona görə sabit və dəyişənlər, verilənlərin daxil edilməsi, xaric edilməsi, şərt operatoru. Yəni çox primitiv başlıqlar yazılmışdı da. Nə heç dövrlər yoxdur, nə digər məsələlər yox idi də burada. Amma içəri girdikdə biz gördük ki, içəridə deflərdən suallar var, listlərdən, listin metodlarından, stringin metodlarından və s. suallar var ki, onları yaza bilməməyiniz də məncə qayət normaldır. 23-cü sualdan başlayırıq da, düz deyilmi? 23-ə kimi sual var. 13. X 15-dir. 15-i 3-ə böləndə, 15-i 2-yə böləndə qalıq 0-dır. Xeyr, bax burada end olduğu üçün ortada. Cüt ədədə dərhal xət çəkirik. Yəni bu ifə girməyəcək. Bu ifə girməyəcək o deməkdir ki, onun içindəki heç nəyə girməyəcək. Print x sadəcə 15-i çap edir. Sonra 15-ci sualda niyə D olmur? Maraqlı sualdır. 22 daxil edilərsə 22 2-yə böləndə qalıq 1-də yox. 22-ni 3-ə böləndə tam isə 7-dir, 5-dən böyükdür. Bəli. İşte buradan true verdi. Yenisi sildik. Y bərabər 2x 44. X bərabərdir 22 üstə gəl 44 66. X-dən 5 çıxırıq 61. 61 də çap edirik. İfə girsək, elsə girmir yaxın. Bu və ya budur da. End olsa sən dediyindir. İkinci şərt ödəsə də ödəməsə də girməyəcək. Amma or olduğu üçün girəcək. End birinci şərt ödənmədirsə ikinciyə baxılmır ümumiyyətlə. 17. 25-dən kök alanda 5.0. 5.0. SQRT neydi? Square root nə deməkdir? Square root nə deməkdir? Kvadrat kök. Kvadrat kök. Əzizim, square root da, square kvadrat deməkdir. Root da kök deməkdir. Kvadrat kök deyin keçində. Bəli, kvadrat kök nə deməkdir desəm, siz deyəcəksiniz ki, ikinci dərəcədən kök deməkdir və s. Sonra sual 33. Klaviaturadan M və N olaraq hansı ədədlər daxil edilməlidir ki, else girsin? Else girmək üçün əzlərim. A M-dən böyük olmamalıdır. Böyük bərabər olmamalıdır. İndi A nədir? M failin həcmini megabaytlarla daxil edir. N gigabaytlarla daxil edir. Yəni bu deyək ki, məsələn 2048 megabaytsa, bu 2 gigabaytsa eyni şey deməkdir də. Düzdürmü? Bunları müqayisə eləmək üçün axı 2048 ilə 2-ni müqayisə elə bilməzsən, riyazi olaraq 2048 daha böyükdür. Sadəcə bunların yanındakı vahidlərə görə bunlar bərabərləşir də. Düzdürmü? Deyir ki, A bərabər N vurulsun 1024. Bu 2-ni 1024-ə vurub A-nı tapır. Əgər A, yəni flash kartın ölçüsü, M-dən failin ölçüsündən böyük bərabərdirsə, o zaman bu burada yerləşir deyəcək. Əks halda yerləşmir deyəcək. Yəni məntiq budur da. Siz elə ədəd götürün ki, bu gigabaytda bu megabayt yerləşməsin sanki. Yəni yerləşməyəndə else giririk də. 5 gigabayt 5000 nə qədərsə 5120 megabayt deyilmi? Bu yerləşir. 3-də 1024 yerləşir. 5-də 2 yerləşir, o heç oyuncaq oldu. 2-də 3 yerləşir. 2-də 2048 yerləşir, 2084 yerləşmir. Rəqəmləri görürsünüz necə aldadıcı veriblər. 2084, 2048-ə oxşuyur axı.
Bu yerləşmir uşaqlar. Sonra 35-ci sualda 34 deyilib. Kim dedi? 34'ü kim soruşub? Ha, tamam, yox, soruşan yox. 34'ü soruşub. Belə soruşan olanda özünüz deyin, yaxşımı? Python dilində yazılmış proqramın nəticəsi nədir? Bax, upper, capitalize, bunlar stringlərin metodlarıdır. Metodları. Biz bunlar barəsində danışacağıq. Amma məntiqi olaraq izah eləmək olar da. Yəni, upper böyük deməkdir. Bütün hərfləri böyüdür. Məsələn, Python kiçik hərflərlə yazılıb mı? Bunu upper eləyəndə hamısı böyük olur. İyi. B hərfi, B isə language-lə yazılıb. A-nın üstünə boşluq gəlir. Böyük Python, boşluq. B-ni isə yox, A-nın üstünə boşluq gəlir, sonra B-ni gəlir. Langu, A-G. Sonra capitalize eləyəndə bütün böyük hərfləri kiçildir. Birincidən başqa. Birinci kiçiksə də böyüdür. Yəni birinci hərf böyük olur, qalan hamısı kiçik olur. Deməli, yuxarıdakı Python böyük yazılır. Belə yox, belə yox, belə yox. 3 variant getdi mi? Aşağıdakı söz isə birinci hərf böyük, qalan hərflər kiçik yazılır. Birinci hərf böyük, qalan hərflər kiçik. Aydındır. Sonra 38 2 və 3 daxil yox. Hə, 2 və 3 daxil edilərsə S bərabər 2-nin kvadratı üstə gəl 3-ün kvadratı. 13 elədi mi? Əgər S 5-ə bərabərdirsə, ki deyil, 10-a bərabərdirmi? 12-yə bərabərdirmi? 13-ə bərabərdirmi? Level 4 çap olunur, işte bitdi. Sonra İçə 45'e kimi sual var? A və B üçün 16 və 4 daxil edilərsəm 16'dan kök alanda üstü 2'də 1 kök 6 deməkdir də. Nə olur? 4.0 kök alma float verir. B'ni 2'də 1'ə vuranda 2.0 olur. Eğer A B'dən böyüksə ki bəli böyükdür, else girmirik. Bu if girdinsə, bu else girməyəcəksin artıq. A plus B ondan böyüksə ki deyil 6'dır. A 2 vaat artır, olur 6.0. A bərabər A plus 3, 9.0. 40'a baxa bilərik. X 50'dir, Z 60. X Z'dən böyükdür. Böyükdür. Xeyr, deməli if'e girmədik. Else'de de yazılıb, Z bərabərdir. Mənfi X, yəni mənfi 50. Üstə gəl Y. Y nədir ki burada? Ay, Z'dən böyük olmuşam. Y buralardadır. Girmirəm. Ümumiyyətlə burada Y var haradasa. Araldım. Bu error verəcəyim. 50 sıfırdan böyükdür mü deyir? Sıfırdan böyükdür mü? Bəli, böyükdür. Deməli else girməyəcək. 120'den kiçik bərabərdir mi? Bəli. Z bərabərdir 4x. Yəni 200. 200 200'den kiçikdir, yox. Print x, print z. 50 ilə 200. Sonra 45. Count nədir bilirsən? Sayır, sayır. Sən yazmışsan 45'i. Deyirəm onu yalnız səhvsi var. De, icazə ver. Soruşanla izah edeyim, sonra gələcəm sana. Yaxşı. Tamam, ümumiyyətlə uşaqlar kim sualı soruşursa imkan verin o suallarıma cavab versin, benim nəyi başa düşməyib. Deməli, for i in A-nın içində gəzirən bir-bir.
3, 6, 7, 1, 9, 0, 6, 4, 1, 1 götürəcəm. Əgərdir B-nin içində həmin elementin sayı count sayı deməkdir. Sıfırdan çoxdursa, dolayısıyla bu bilsən nə deməkdir? Varsa. Aydındır? Say sıfırdan çoxdur nə deməkdir? Yəni içəridə var deməkdir. Hətta mən bunu bilirsiniz necə yazıram? If I in B, I B-də varsa. O qədər ən sadə yazışı budur. Nə count, nə filan. Əgər bu gəzdiyim element I, B-nin içində varsa, həmin elementi topla. 3 var mı? Var. Toplayırıq. 6 var mı? Yoxdur. 7 var mı? Var. Toplayırıq. 1 var mı? Xeyr. 11 var, hoş olar. Bu 1 demək deyil. 9 var mı? Yox. 0 var mı? Olsa neynəyəcək? Cəmi təsirləmir. 6 yoxdur, 4 var. 14 ilir cavab. Kəsişməyən çoxluq. Çoxluq. Kəsişməni tapır, kəsişməni tapır, kəsişməni cəmini tapıram. Sonra sual. Dördüncü sual. 13 daxil edilərsə, bax, Nuray, əmd olanda sən dediyindir. 13 ondan böyükdür. Bəli, bu şərt bəs eləmir. 13 təkdimi? Ya 13 cütdümü? Yox, deməli, ödəmədi. Gəldik bura. A-nı 5-ə böləndə qalan qalıq 3 birdən böyükdürmü? Bəli, 13-ü 5-ə böləndə qalıq 3 deyilmi? 3 birdən böyükdür. 3 birdən böyükdür. Bəli. A bərabər A vurulsun 2. Yəni 13 vur 2, 26. Və eliflərə də baxmırıq. Eliflərə də baxmırıq. Yəni birinə girdi deyə birlərinə baxmırıq. Print A vur 2, 26-nı 2-yə vur. 52. İfə girmədi yaxın. İfə girdi ki, A faiz 2 0 olmadığı üçün ifə girmədikdən. Sonra 55. A 15'dir, B 5'dir amma hansı halda? String halda. Soruşur ki, əgər int A, yəni ədəd olaraq 15, ədəd olaraq 5-dən böyükdür. Yes. Print A plus B. Ne çap olunacaq? 155. Çünki onlar int olmayıb bax özləri. Müqayisədə int olub. Amma özləri string olaraq qalıb. 15-in üstünə 5 gələndə 155 oldu. Eliflərə də girmirik. Cavab olur D variantı. Bəs uşaqlar, int deməsəydi, if A böyükdür B desəydi, A B-yə bərabərdir. 15 5-ə bərabərdir. Necə ya gündürsüz ola? Int yox, stringdə deyirəm. On beş 5'e beraberdir. Stringdə indi qabaqdakı hərfi atsan heç bir mənası dəyişmir. Adil sözündən A-nı silsən qalır dil. Eyni şeydir. D-ni də silsən qalır il. Eyni şeydir ki, o deyil də siz necə bərabər deyə bilirsiniz ki? Hansı böyükdür? String olaraq. Hansı böyükdür? Hansı böyükdür? Babali. Salih, nə fikirləşirsən? String olaraq müqayisə eləsək. A ilə B-ni. Məhəmməd, string olaraq 15 böyükdür, yoxsa string olaraq 5? Sənin familiyan, jurnallarda familiya birinci yazılır da, hə? Adın birinci yazılsaydı, yəqin ki, sonlarda gələrdi sənin adın. Niyə? Sonuncu hərf. Bax, stringlər necə müqayisə olunur? Stringlər müqayisə olunur birinci hərflərinə görə. Məsələn, Ağabala
Nadirdən biri əvvəl gəlir. Niyə? Çünki A ilə başlayır, o birisi N ilə başlayır. İndi bunları müqayisə ilə görüm. 5 böyükdür, çünki 15 1 ilə başlayır axı. Aydındır? Aydındır? Dəqiq. İnanırsan yoxsa yoxlayım? Lazım deyil. Tamam. Allah razı olsun güvəndiyin üçün. Sual nömrə 57. Burada def var uşaqlar. Defi bir qısaca izah edəcəm. Qabaqda mənim defi izah edən dərsim olacaq, oynama. Qırılıb. Bir də düzəldərsən. Defi izah edirəm nə desəm. Baxın bura uşaqlar. Siz yazırsınız print 55. O da 55 çap edir. Bax, niyə bu print yazan kimi işləyir? Çap edir. Onu belə yazım da. Çap et 55. İşləmir axı, deyir çap et define olmayıb. Çap et is not defined. Məsələn, əgər burada belə yazsaydım, çap et bərabərdir print 55 çap edir. Yəni indi Jupyter'in menü şeydə qalır da o, keşində qalır. Variable kimi. Ona görə o gəlir. İndi işləməyəcəyim. Deyir çap et define olunmayıb. İndi sual verirəm də, çap et define olunmayıb. Çap et define olunmayıb. Print define olunub ki, printi kim define elədi ki? Əhsən. Baxın bura uşaqlar. Function def print. Def define sözündən təyin etmək mənasındadır. Print adlı bir funksiya define ediblər, təyin ediblər. Və həmin funksiyanın görəcəyi işləri içərisində doldurublar. Maalesef Python onları bizə tam olaraq göstərmir. Məsələn, digər Java'da açıq-açıq görmək olur. Define eləsən, izah eləsən ki, belə bir def çap et, o çap etin içində bunun elə izah eləsən, yəni o yeni şeyi görəcək, həmin işi görəcək. Yəni funksiyalar heç vaxt öz başına funksiya olmur da. O funksiyaları proqramçı sizin yerinizə define eləyib, təyin eləyib. Amma elə funksiya var ki, o sənə lazımdır, ümumən Python istifadəçilərinə o lazım deyil. Bu print elə şeydir ki, hamıya lazım, düzdürmü? Hamıya lazım olan şeyləri hazırlayıblar. Məsələn, mənə bir funksiya lazımdır ki, n daxil edeyim, birdən n kimi ədədlərin cəmini qaytarsın. Eləsin? Eləsin. Yazıram ki, mən def cəmlə cəm sum n olsun. Sum 1n. Belə olsun. Mən n ədədini göndərəcəm sənə. Sən də neynə? Onların rəqəmləri, ədədləri, birdən n kimi rəqəmləri ədədləri cəmlə qaytar mənə. S bərabərdir 0. Ağla gələn odur da. For-u bilirsiniz də, siz necə yazılır? For i in range birdən n daxil olsun deyə nə yazın bura? N plus 1'ə kimi S plus bərabərdir i tapıldı mı cəm? İndi print yox, return edirəm. Qaytar nəyi? S-i. Kimə qaytar? Kim səni çağırsa ora qaytar. Və düşüb aşağıda yazıram. Sum 1 print sum 1n birdən n-ə kimi 5. Cavab nə çıxacaq? 15 çıxacaq. Yəni mən bu funksiya, belə bir funksiya yaratdım. Belə funksiya yaratdım. Klaviaturunu daxil etmək üçün int input yaz. Gəlin. Mən belə bir funksiya yaratdım ki, bu həmin daxil etdiyim ədədə qədər olan bütün ədədləri cəmini qaytarır mənə. 100 yazsam, məsələn 5050 qaytaracaq. 100 yazsam 5050 qaytaracaq.
Gedir, cəmləyir, qaytarır da mənə. Bax, bu necə burada define olunubsa, bütün funksiyalar, bax, input məsələn, funksiyadır da, function, define olunub, adını qoyublar və müəyyən işlər tapşırıblar ona. Aydındır burası uşaqlar? Aydındır, tamamdır. İndi, bu şey var, bir dənə kimi cəmləmək. Python deyir ki, bunu niyə bir standart funksiya kimi yazaq ki, kim istəyir, özü formla yazsın da. Və ya forsuz da yazmaq olar bunu, birbaşa. Məncə, nə eləmək olar? Bu sətirləri silib. Sum list range 1 int plus 1. 10 versəm 55 qaytarır da. Yəni müəyyən bir iş tapşırmaq olur da ona. O da konkret onu qaytarır mənə hər dəfə. Aydındır. Yəni defin mahiyyəti nədir aydındır. Def nə üçün istifadə olunur? Sən hər gün eyni işi görürsənsə, bezirsən də eyni kod yazmaqdan. Bir dəfə həmin kodu yazırsan, sonra hər dəfə lazım gələndə həmin kodu çağırırsan, o işləyir. Okeydir burası. İndi qaydaq görək bizim kitabda hansı iş tapşırıblar. Baxın, biz funksiyanın adını qoyanda bayaq dedik, məsələn, Python götürüb print yazıb funksiyanın adını. Olmazdı ki, elə F qoyardılar funksiyanın adını. Olar. Olar Nuray. Def F qoyuram da adını. Mən nə yazdım məsələn? Sum 1n yazdım da. Bunu mən F qoysam və hər yerdə F olaraq çağırsam onu, bax burada da F yazsam. O işləyəcək, heç bir problemsiz. 5 yazsam 15 qaytaracaq. Buraya yazsa öküz girdi bostana, aşağıda da öküz girdi bostana yazıb çağırsaz, o işləyəcək. Məsələn, bunun adını topla yox, vur qoysam, burada vur desəm, cavab nə olacaq 1-dən 5-ə kimi? 5 daxil etsəm nə olacaq? Yenə 15 olacaq. Çünki vur qoymaqla deyir ki, içəridə topla demişəm də. Yəni funksiya adına fikir verməyin. Demək istədim ki, adı mənasızdır. Aydındır? Bax, məsələn, düzbucaqlının tərəflərini alıram, A, B. Sonra yazsam, bax, belə edirəm. A bərabərdir int, A bərabərdir 5 olsun. B bərabərdir 8. Sahə bərabərdir 2 vurulsun A plus B. Print sahə. Nə çap olunacaq? Yəni perimeter çap olunacaq da. Və sahə nə oldu? Addı da qoyulub. Hə? Addı da qoyulub. O qədər məsələn ad var ki, görürsən ki, cavan oğlandır belə, adı qorxmaz, amma qorxağın böyüyüdür. Addı da qoyulub. Nə olacaq ki? Elə deyil. Funksiya da elə düşalar. Sahə yazmaqla deyir ki, içərisindəki nəyə fikir verin siz? Dəyişənin adı kimi bir ad qoyursan ona. Bax, burada vur yazmaqla toplama vurmaya çevrilmir. Sən içərisində bir faktor filan, yəni vurma işarəsi qoymalısan ki, vursun da. Yoxsa götürüb toplayan funksiyanın adını dəyişməklə vurma eləmək olmaz ki. Aydındır uşaqlar. Ona görə Python'da funksiyaya ad verəndə elə ad verir ki, o özünü izah eləyəsin. Məsələn, count nə idi? Say. Sayını tapmaq. Düzdürmü? Count'a məsələn upper'ın funksiyasını count'a vermək olar, əslində vermək olar. Amma niyə eləmirlər onu? Çünki onu proqramlaşdırmanı öyrənmək olmaz ki. Hamısını axmaq adlar qoyursan da, vur deyirsən toplayır, böl deyirsən qüvvətə yüksəldir. Belə şey olmaz da. Və siz də gələcəkdə proqramlaşdırarkən proqramın adını, funksiyanın adını F qoymayacaqsınız. Yəni o funksiyanın gördüyü iş olaraq adlandıracaqsınız. Bəs niyə din bu qaydaları kəskin şəkildə pozur? Çünki funksiyanın adını normal qoyanda sual asanlaşır. Yəni həmin sualın mahiyyəti itir. Şagird onu bilməsə də cavabı biləcək. Məsələn, bu funksiyada F-in yerinə, indi mən funksiyanın birinci sizdən alaq, orada nə iş görülür. Sonra adını qoyub soruşaq. Nuray, 55-i göndərək bura. F-A yazdım da, A 55'dir. 55'i göndərir bura. Bu 55'i nə edir? String eləyir. Nə demək string eləyir?
Dırnaq içində 55. Dönün də bunu. Dırnaq içində 55. S bərabərdir 0. X 55'dir, S 0'dır. For i in X. Forla mətnin içində gəzmək olur da uşaqlar, düzdürmü? Salih, başı qaldır. Forla mətnin içində gəzmək olur. Məsələn, kitab sözünün içində gəzsəz, K, I, T, A, B bir-bir götürəcəksiniz. 55'in içində gəzəndə birinci dəfə bu 5'i götürürsünüz, ikinci dəfə bu 5'i götürürsünüz. Götürdüyünüzü nə edirsiniz? Int eləyib toplayırsınız. 5 stringi daxı. Int eləyəndə olur ədəd 5. Topla S-in üstünə. 55 niyə? 0'ın üstünə 5 gəl. Keç o biri 5'i götür. Int elə topla. Neçə oldu? Əslində bu nəyi qaytarır uşaqlar? Nəyin cəmi? Ədədin, rəqəmlərin cəmi. Bu funksiyanın adı əslində nə olmalıydı? Rəqəm cəmi. Başa çıxdınız uşaqlar? Rəqəm cəmi, sum of digits olur da adətən belə. Funksiyanın adı rəqəm cəmi olanda məsələ bəsitləşir. Yəni Python-u bilməyəndə başa düşəcək ki, burada nə baş verir də. Bu nə edir? Bax, nə qədər ki A sıfırdan böyükdür, ədəddən özünün nəyini çıxır? F nə edir orada? Öz rəqəmlərin cəmini çıxır. 55'dən öz rəqəmlərin cəmini çıxın. 55 çıx 10, qaldı 45. M oldu 1. Tamam. Sual verirəm. 45 sıfırdan böyükdür. 45'ten rəqəmləri cəmini çıxın. 36. M oldu 2. 36 sıfırdan böyükdür. Rəqəmləri cəmini çıxın. Bir şey ki 9'un böləni oldu. Rəqəmlər cəmi həmişə 9 olacaq da. M oldu 3. 18 M oldu 4. 9 M oldu 5. 0 M oldu 6. 0 sıfırdan böyükdür yox. M'i çap edir. Ədəddən 6 dəfə öz rəqəmləri cəmini çıxır da. Bəli. M'i çap edir də. Siz A-nı çap eləsəydi 0 olardı. Sonra neçəm? 65'e kimi sual var. On daxil edilərsə A 10, B 15. 10 sıfırdan kiçikdir. 10 15'ten kiçikdir. Bəli. A 7 vaid artır. A oldu 17. 17'ni 2'ye böləndə qalıq 0'dır yox. 17'ni də çap edir. Görürsünüz, and var deyə. Heç ümumiyyətlə girmədim daşı. Sual nömrə 65. Cavab nə çıxıb burada uşaqlar? Nə götürmüsünüz siz? 6. Niyə 6? 6 da B çıxır. Hansılarda B almışsan da görüm. Gəlin belə eləyək də. Bir söylə görün mənə. 2 9 sonra 3 mənfi 5 sonra 5 mənfi 7. Niyə? Niyə çıxır ki? Mənfi 16 2-dən kiçikdir. Şu deməli A çıxacaq orada. Başa düşdünüz? Bax, bizə deyir ki, əgər birinci cütlüyün birincisi 2-dən kiçikdirsə və ya ikincisi 9'dan böyükdürsə, A çıxacaq. Qalan hallarda B çıxacaq. Sən dediyin cütlüyün birincisi 2-dən kiçikdir, yox. 9'dan böyükdür, yox. 2'dən kiçikdir, yox. 9'dan böyükdür, yox. 2'dən kiçikdir, yox. 9'dan böyükdür, yox. 3-ünlə etiraz demədim sənə. Amma mənfi 16, mənfi 13'də etiraz edirəm. 2'dən kiçikdir, bəli. Bəli isə or olduğu üçün ikinci şərtə heç baxmadan bunu çap edirəm hə olaraq. 8 3 24 0. 5'ində hə yazır, 5'ində yox. Yəni 5'ində A-dir, 5'ində B. Kitabın arxasında cavablarda nə verib? D mi verib? Bəli, səhv veriblər.
İnsanlıq xətası ola bilər. Olmur da o. Sual nömrə 60 neçə? Ucadan söylemek olmaz mı biraz? ...25 ve 54 dahil edilip A'ya ve B'ye kıymet olarak... ...eğer A'nı 7'ye bölende alınan tam hisse... ...yani 3... ...B'ni 7'ye bölende alınan qalıqdan... ...fərqlidirsə ki məncə fərqlidir... ...54'ü 7'ye bölende... ...5 qalır da... ...qalıq düzdür mü? 49... ...5'te qalıq... ...fərqlidirsə... ...fərqlidir bəli... C 8 olur. Üstə gəldə A faiz 8. 25 8'e böləndə qalıq 1. 8 üstə gəl 1 9 olur C. 25 C'dən 9'dan böyüksə və C də B'dən böyüksə ki böyük deyil. A'nı 10'a bölsən tam hissə 2 7'dən böyüksə ki böyük deyil. Else C oldu 10. C bərabərdir 10 çıxılsın 25 mənfi 15. Nətər söhbətdir? Yaxşıdır. Salih, sən üzvü görməyəndə sıxılıram hemen. Görəndə lap pis sıxılıram, amma görməyəndə sıxılıram. Sual nömrə 100 daxil 100'dən böyük netral ədəd alınar. Bu sual tanış gəlir, belki Eray'ın kitabında varmış kimi. 100'dən böyük olması üçün en 51 olmalıdır minimum. Düzdür mü? Minimum 51 olmalıdır. İndi bax. N plus 1'e girmək hara? N vur 2'ye girmək hara? Lütfü mən N vur 4'e girərəm də, düzdür mü? Elə deyil. Başa düşdünüz nə demək istəyirəm? Məsələn 100'ün üstünə 1 gəlməliyəm ki 100'dən böyük ədəd alınsın. Deyərək də 50 plus 1 51, 2'ye vuramda 102. Və yaxud 25'i 2'ye vurmalıyam ki 50 olsun. Ondan sonra 13 götürərəm. 13'ü 4'e vuranda məqsədimiz nədir? Else girmək. Çünki burada artım daha güclüdür. Düzdür mü? 4 qatıdır da artım. Else girmək üçün ədəd cüt olmamalıdır, 3'e bölünməməlidir. Zaten bizim götürmək istədiyimiz 13'dür də, elə deyil. 12'ni 4'e vursam 48, 50 eləmir ki. 12 çıxıb. 12'ni 2'ye bölürsən qalıq 0'dır. Hə, düzdür. 12'ni 2'ye bölürsən qalıq 0'dır. En bir vahid artır olur 13. 13'ü 3'e böləndə qalıq 0'dır, yox. 13'ü 4'e vurur. 52. 52'nin 100%, düzdür. 12'dir. 12'dir. 12 götürsən, onsuz da 13 olacaq. 13 hansı en kiçikdir? Düz deyirlər, düz deyirlər. Sonra A 2'dir, B 7'dir. A'nı B'ye bölsən qalıq 2 qalar. Sıfırdan fərqlidir, bəli. Print A'nı çap elədik və boş qoyduq. Else girmirik. A plus B 5'e bərabərdir, yox. D'ni çap edirik. Sonra bu sualdan var məncə R-də. Orada minimum 40, maksimum 190 çıxır, yadınıza gəlirsə. Yadınıza gəlmir. Baxın bura uşaqlar. X'e versəm minimum nə verə bilərəm? 20. İstənilən halda 0'dan böyük. Maksimum nə verə bilərəm? 50 verə bilərəm də X'e, düzdür mü? Y boş verin. İstənilən halda X 0'dan böyükdürmü? Bəli. Else girmək şansı yoxdur. İstənilən halda 75'dən kiçikdirmi? 20 ilə 50 arasıdır da. Yenə else girmək şansı yoxdur. Mən niyə dedim sənə Y boş ver? Y bərabər X vur 2. İstəsən Y 150 götür. İndi olacaq 40. Və yaxud 50 götürsən olacaq 100.
X 20'den kiçikdirmi? Heç vaxt. Heç vaxt 20'den kiçik olmayacaq. Çünki minimum 20'də axı. Bura girməyə şansı da yoxdur. Print x plus y maksimum neçə ola bilər? Minimum 60'dır, maksimum 150'dir. 60'dan böyük, 60 da daxildir. 150'den böyük olmaz. Uşaqlar, bəs variantlarda 150'den böyük ədəd olmasa, hamısı bu aradakı ədədlər olsa, məsələn 135 ya 136 məsələn. Nə bilək o ədəd olacaq, olmayacaq? 136 olar, olmaz. Məntiqlə nə deyirsən? Olar 136. Zahirə səncə olar? Ucadan da görüm. Salih səncə? Siz nəyə baxırsınız? Siz nəyə baxırsınız? Bu x nəyə, y nəyə bərabərdir? 2x-ə. Sonda nəyə çap edirik? X plus y. Yəni x plus 2x. Yəni 3x. Çap olunan budur da. 136 ola bilər o. Int input olsa ola bilməz də. Int axı tam ədəd verir bizə. 136 3'e bölünmür axı. Başa düşmədiniz? 135 ala bilərsiniz. 45 versəz 135 alarsınız. 138 də ala bilərsiniz. Amma 136 almağınız imkansızdır. Tamam. Sual nömrə? 71. Bu suallar elə bir gedir. Sual deyil. Bu sualdır ki, x 256'dır. Vur soranda 5 ne demeydi? Ay Nuray. Ne demeydi vur soranda 5? Kvadrat yok, kuvvete yükselt. Üstüne ne yazır? X üstü soranda 5 ne demeydi? Yani kök altında x demeydi de. İkinci dereceden kök al demeydi. Heç ne? 256'dan kök alanda nokta 0. Eğer y int y'e beraberse, yani tam kök alınıbsa, doğrudan tam kök alınıb da 16.0'dır. O zaman y'den de kök al. 4.0. Eğer x y'e bölünürse, her halde da buraya kadar gelirsek bölünürdü. O zaman y'yi kvadratı yükselt. Neçə oldu? Təzdən 16 oldu. Print x plus y. Eliflərə, elislere girmirik zaten. X'in üstüne y gel. 256'nın üstüne 16 gələndə 272.0. Sonra x'in qiyməti neçədir? 256 verir kökünü al. O başı bilir narahat oldu. X'in qiyməti neçədir? Başta 256 verir. Sonda nə istəyir bizdən? Cəmi istəyirimiz əvəl. 256'nın üstünə 16.0 gəlsən 272.0 olurdu. Sen neyi vurduğumu düşündün? Hiç de vurmamışam. Sadece x plus y gidiyor. Sonra sual nömrə yine bayağı səbətdir. A 10'dan veya B 14'ten büyüktürsə. A 10'dan B 14'ten büyük değil, büyük değil, büyük değil, büyüktür. 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 5 tane hə, 5 tane yox.
Neçə dəfə hə çıxar? 5 dənə. Burada hansılardır da görüm. Ha, sonuncu da var. Düz deyir, 6 dənə. Malades. A ondan bir də təzədən sayaq uşaqlar. Birinci ondan böyükdür, yox, yox. Birinci ondan böyükdür, yox. İkinci 14-dən böyükdür, yox. Birinci ondan böyükdür, ikinci 14-dən böyükdür. İkinci 14-dən böyükdür. Birinci ondan böyükdür. Birinci ondan böyükdür. Yox, 5 dənədir. O şey var da, 11 ondan böyükdür. 6 dənədir, 6 dənə. Götürdüm. 6 dənədir. 6 dənədir. Sonra 80. Hə, slice'lar. Slice'lar biz keçməmişik, ona görə siz bilmirsiniz. Problem deyil, inşallah keçərik. Sınırda. 80'də slice var. Uşaqlar, A özü bir integerdir. Bunu STR eləyəndə dırnağın içində belə bir ədəd alınır. 3, 4, 5, 7, 6, 7, 2, 1 dırnağın içində. Və bu ədəd uzunluğu nəyə bərabərdir? 1, 2, gəl sayaq 3, 4, 5, 6, 7, 8. Len 8'dir, düzdür mü? Len uzunluq deməkdir, len sözündəndir. 8'i 2'ye böləndə qalıq nədir? 0. Yəni if ödəyir də, elsə gelmirik. Gəlin bunu indeksləyək, nömrələyək. Bax bura Nuray. Nuray, bura bax. 0, 1, 2, 3, 4, 5, 6, 7. Len B nə vermişdi bizə? 8'i 2'ye böləndə tam hissə. 4'ten 1 çıxanda S bərabərdir B3. B'nin üçüncüsü nədir? Int S vur 2. 7 vur 2. 14. Bu int olmasaydı nə olurdu qabaqda? 77 olur. Çünki dırnağın içindəki 7'ni 2'ye vuranda 77 olur. Sonra 82 də qəribə sualdır. Bu ifə girmir də, dəqiq düzdürmü? Çünki 6 rəqəmlidir. Len A-da 6-nı 2-yə böləndə qalıq 0 verir axı. 0-dan fərqlidirsə deyir. Ona görə ifə girmirik, gəlirik elsə. Şöyle həmişə çalışın içəridəki funksiyanı anlayın. İçəridəkini görün. 4, 3, 6, 3, 5 və 8. Nömrəliyirik 0, 1, 2, 3, 4, 5. Bir dəqiqə. 1. Bura baxın. Bir dəqiqə. Bu hissədə problem var. Bu hissə var ama bu hissə. Burada problem var. Bir. Hayda baba. Bir. Bu aralanır. Bu hissədə problem var. Neyse boş verin. Bak len A nədir bizdə? Uzunluq nə qədərdir? 6. 6'nı 2'ye böləndə 3 çıx 1 2. A'nın görürsünüz andı bu. İkincisindən qoşa nöqtə. Len A 6 bölü 2 3. Üstə gəl 1 4. Dördüncüsünə kimi kəsək. Slice dilim deməkdir uşaqlar. Dilim kəsirik. A'nın ikincisi hansıdır? 6. Dördüncüsü hansıdır? Python sonuncu indeksi götürür, götürmür. Götürmür. Ne for'da götürür, ne range'de götürür. Hiçbir yerde götürmür. Düzdü mü? Cevap ne olur? 63. K olur. Int A'ya özde. 63. S beraber S plus K. 63.
63-ü 2-yə böləndə qalıq 1-dir, bəli. 63 üstə gəl 4. 67. Çap elə 67-ni. Tamamdır. Sual nömrə. Sual nömrə. Eyni şeydir də, hə, 86-ya baxmağa məncə ehtiyac yoxdur. 86-dır, 89-dur. 89-da biraz şərtləri çoxaldıblar. Normal, başqa sual varsa verin. Yoxdur. %93. N dəyişən hansı ən böyük 3 rəqəmli natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 1 olar. N-i daxil eləyir. Sonuncu rəqəmdən birinci rəqəmi çıxır. Sonuncu rəqəmdən birinci rəqəmi çıxır. Yox, 3 rəqəmlidir bu. Sonuncu rəqəmdən başqa qalan 2 rəqəmi çıxır. Məsələn, 265 isə 5-dən 26-nı çıxır. Sonra onu modula salır. Niyə modula salır? Müsbət versin deyə. Deyir ki, alınan ədəd 45-dən böyük və 63-dən kiçikdirsə 1 çap elə. Tamam. Modula salmaq böyündən kiçiyini çıxmaq deməkdir də, elə deyil. Nədən nə çıxsam 63 eləyər? Bir rəqəm çıxmalıyam. Hə. 696 olsa yox 600 yox 700 götürüb bilərəm buna. Yox 71-dən 9 729 719 bəli 719 71-dən 9 çıx 62 63-dən kiçikdir də, ən böyük budur. 719 ala biləcəyin ən böyüdür. Çünki bax uşaqlar, çıxılan nə qədər böyük olsa, ədəd də o qədər böyük olacaq. Çıxılanın bir rəqəmdir. Maksimum neçə eləyə bilərsiniz? 9 eləyə bilərsiniz də. 62-nin üstündə, niyə 62 uşaqlar? 63-dən kiçik ən böyük qiymət 62-dir. 62-nin üstündə 9 gələndə 71. İndi siz 9-dan 71 çıxırsınız əslində, qalır mənfi 62. Sonra mənfi 62-ni ABS edirsiniz, olur müsbət. Ən böyüyü nə oldu? 719 oldu. Ən kiçiyini soruşsa, 45-dən böyük nə olur? 46. Çıxılanı nə götürək? 0 götürək. 46-dan 0 çıxanda 46 qalır da. Aydındır? Yoxsa elə deyil. Elə deyil. Yoxsa elə deyil. 460 çıxılan 0 eləsək bir rəqəm çıxırsınız da sonuncu rəqəmi. Hədə 1 çıxsaq 461 olacaq da. 460-dır. Ən kiçik, ən böyük 719. Sonra nə? Ən kiçik 71 60-dan kiçikdir. 46-dan 0 çıxanda 46 eləyir də. Ən kiçiyini tapmaq istəmirsən. 471, 460. Sən desəydin 430 neçə? Mən 4-mə bölkə də. Elə deyil axı. Dəymə. İşin olmaz. Sual nömrə.
Yoxdur. Yoxdursa, mən tamamlayım bunu.